Bugün ümummilli lider Heydər Əliyevin anım günü ilə bağlı Lənkəran şəhərində Sən elə bir zirvəsən adlı fotosərgi keçirilib. Bölgə TV xəbər verir ki, millət vəkili Fariz İsmailzadənin təşkilatı dəstəyi ilə baş tutan tədbirdə Lənkəran şəhər icra hakimiyyəti başçısı Taleh Qaraşov, millət vəkili Fariz İsmailzadə və gənclər iştirak ediblər. Tədbir iştirakçıları öncə Ulu Öndər Heydər Əliyevin Lənkəran şəhərinin mərkəzi meydanındakı abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər. Lənkəran şəhər Heydər Əliyev mərkəzində təşkil olunan fotosərgi ümummilli lider Heydər Əliyevin və şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad olunması və dövlət himninin səsləndirilməsi ilə başlayıb. Lənkəran şəhər icra hakimiyyəti başçısı Taleh Qaraşov çıxışında bildirib ki, Ulu Öndər Heydər Əliyev Azərbaycan tarixində yalnız böyük dövlət xadimi kimi yox, həm də xalqın sevgi və sədaqət nümunəsi ilə iz qoyub. Onun müdrikliyi, qətiyyətli siyasi iradəsi və yorulmaz zəhməti sayəsində Azərbaycan dövlətçiliyinin təməlləri möhkəmlənib, ölkəmiz çətin sınaqlardan alınacaq və üzü ağ çıxıb. İcra başçı daha sonra qeyd edib ki, Ulu Öndərin ən böyük arzusu azad, güclü müasir Azərbaycan idi və bu gün əsası ümumi lider Heydər Əliyev tərəfindən qoyulan müstəqil Azərbaycan dövlətinin bütün sahələr üzrə dayanıqlı və əsaslı inkişafı, onun layiqli davamçısı cənab prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi onun ideyaların əbədi yaşarlığının ən böyük sübutudur. Millət vəkili Fariz İsmailzadə çıxışında bildirib ki, Ulu Öndər Heydər Əliyev Azərbaycan tarixinin ən parlaq şəxsiyyətlərindən biridir. Onun dövlətçiliyi təfəkkürü, siyasi iradəsi, xalqına olan sonsuz sevgisi hər bir Azərbaycanlı üçün, xüsusilə də gənclərimiz üçün böyük nümunədir. Tədbirin bədii hissəsində şagirdlərin ifasında ümummilli lider Heydər Əliyevə həsr olunan şeir və musiqilər səsləndirilib. Bədii hissədən sonra tədbir iştirakçıları Azərtacın fotomuxbiri Hacıağa Səlimovun lent aldığı ümummilli lider Heydər Əliyevin Lənkəran rayonuna səfərlərinin özündə əks etdirən fotolardan ibarət sərgi ilə tanış olublar. Tədbirdən sonra Lənkəran Astara Regional Mədəniyyət İdarəsinin, Gənclərin İnkişaf və Karyeri Mərkəzinin və Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinin birgə təşkilatçılığı ilə gənclərin inkişafında Heydər Əliyev irsinin rolu mövzusunda forum keçirilib. Forumda panel müzakirələrdən sonra gəncləri maraqlandıran suallar cavablandırılıb. Rəna Rövşən qızı, BTV.